Tələsənlər gecikir. Bu ifadəni mən deyəndə də insanların üzündə bir şok mimikası görürəm, amma həyatda ən çox gecikən insanlar tələsən, çabalayan və başı divara dəyənlərdir. Bəzən ilahi planlamadan kənara çıxıb çırpınmağa başlayırsınız. O gələn hadisənin sənin üçün faydalarını görmək yerinə çabalamağa davam edirsən və bu çabalar sənin qanadlarını yorur. Sonra isə növbəti etapa keçmək sənin üçün çətinləşir, beləcə tələsəndə gecikirsən. Buna ən yaxşı nümunələrdən biri isə çox çabalayıb, sonra uzun müddətli xəstələnən insanları nümunə gətirmək olar. Özüm uzun müddət bunlardan olmuşam və həqiqətən bu mövzuda əziyyət çəkmişəm. Sonradan nə olduğunu dərk eləmişəm. Daha yaxşı həyat üçün birinci həyatında azaltman gerəkən şey təşviş və tələsməkdir. Beləcə həyatın öz axarında həqiqətlərlə yavaş-yavaş irəliləyə və düşündüyündən daha çoxuna çata bilərsən. Hələlik.